Bismillahirrahmanirrahim. Yaşayışda bir uslublar var, bir qanunlar var ki o qanunlar əsasında insan yaşayır. Bəzi insanlar mümkündür bu qanunların özünü ad verəmməyələr, amma meyarları, ölçüləri o forma yaşayışdır. Bizim əsli söhbətimiz budur ki, Qur'an nə cür yaşayışı bizə təqdim eləyir. O yaşayışda hansı meyarları, hansı ölçüləri bizə təqdim eləyir, görsədir. Birinci ölçü Allah mərkəzlik idi. İnsan Allahın razılığını axtarar. Allahın istəyinin dalınca ola. İkinci ibadət yaşayışı idi. İnsan İslam baxışından ibadət əhlidə olmalıdır. Nəinki ibadəti bu mənaya ki, kulli həyatı ibadət olsun. O rəsmi ibadətlərdən məqsəd söhbət gedir. Yəni, insan eləyə bilər, tamamı mübah işlərində ibadətə çevrilsin, ondan məqsədim deyil. O rəsmi ibadətlərdə bunlar da görməlidir. İslamda o yaşayış üslubunda ibadət də var. Üçüncü, etidal qanunu idi. Yəni, insan ifrat təfrit eləməməlidir. İnsan bu dəyərlərdə, o sifətdə infaq eləyir, ifrat təfrit eləməməlidir. İbadətdə ifrat təfrit eləmə və s. Dördüncünü keçən cələsə işarə elədik, onu davam verəcəyik. O da budur ki, insani dəyərlər bir dana deyil. İfrat təfrit bir sifətə aid idi. İnsani dəyərlər və cəmiyyətdə, fərdi həyatda müxtəlifdir. Yəni, çoxdur. Mən birazını sayım. İbadət biridir. Ədalət biridir. İxlasla infaq biridir. Allah yolunda cihad biridir. Zöhd və riyazət biridir. Məhəbbət xalqa biridir. Fotovvət və igidlik biridir. Xoşəxlaqlıq biridir. Yoxsullarla kənarında olmaq, onlarla yardımcı olmaq, bahəm olmaq biridir və s. Fəzilətli sifətlər, insan dəyərləri çoxdur. Allaha eşq biridir. Fədakarlıq biridir. Bəzən insanlar bunların birini götürərlər. Bir model ifrat təfritdir, amma ifrat təfrit mübahisəsi bir sifətdə idi. Bu, o birisi sifətləri həyatlarında olmur. Görürsən, məsələn, xalqa xidməti var, amma Allah həyatında yoxdur. Bir sifət var, o birisi yoxdur. Yaxşı insanların kənarında olur, çətinliklərində olur, düyünlərini açır. Amma Allah Həsən həyatında sıfırdır. Bunda hamı əhatəli sifət yoxdur. İslamın bir qanunu da budur ki, tamamı bu dəyərlər həyatında olsun. Bir tərəfli böyümə. Qur'an bunu bir ayədə gözəl bir misal vurubdur. İbrahim surəsində buyurur ki, Zərəbəllah məsələn. Bilirsiniz ki, Allah-u Teala Qur'anı hamı düşünərkən eləmək üçün birində misallarla izah eləyibdir. Qur'an fəlsəfi kitab kimindəyir, bir çətin ibarələrlə, yox, bir növ eləyib ki, misallarla, qanunu misalından izah edir. Qanun budur ki, insan bir kök olsun, müxtəlif meyvələri olsun, bir meyvəli insan olmasın. Allah indi nə cür misal vurur? Zərəbəllah məsələn, Allah məsəl vurur. Kəlimətən təyyibə, şəcərətən təyyibə. Bir gözəl kəlmə, indi gözəl kəlmə bir mənaya tohiddir. Kəlmə-i təyyibə, yəni Allahın təkliyini, vəhdaniyyətini inanmaq. Bu qalsın, sonraki cələsələrdə qaydacaq. İkinci məna kəlmə-i təyyib, yəni mömin. Pak insan. Qur'an insana da kəlmə işlədibdir.
Vurur İsa kəlimətullahdır. Pəs mümin kimə oxşayır? Kəşəcərətin təyyibə. Bir gözəl ağaca. Bu bir. Bu gözəl ağac nə sifəti var? Əsluha sabit, kökü möhkəmdir, fər'uha fissəma, budağı göyəcandır. Tu'ti ukulaha, bütün meyvələri verər, kulləhinin, həmişə, bi izni Rabbə. Allah-u Teala mümini oxşadır bir dənə ağaca ki, onda 5 sifət var. O sifətlər nədir? Əvvələn xoş mənzərəli ağacdır. Ağac bəzən bir budağı sınar, yanar, quruyar, quddu olar. Yəni, zahiri də gözəldir. Zahiri gözəldir, bir bu. 2, köklüdür. Bəzən ağacın kökü olmaz, kökü zəif olar. Külək əssə fori yıxılar. Külək apara bilər. Fər'uha fissəma, budağı göyəcandır. Ağacın budağı göyəcan olsa, kölgəsi də böyüyər. Budağı göyəcan olsa, başqa ağaclar mane olmaz. Bu, günəşdən qida alsın. Bəs 2 xeyri var. Bir xeyri çox olar, kölgəsi çox olar. Bir özü yaxşı xeyr ala bilər. Bilirsiniz, ağac balaca olsa, o birisi ağaclar, o birisi bir kölgəli olmaz, bir də başqa ağaclar bunu neyniyər? Əhatə eləyər, buna heç gün yetişməz. Həm gün rahat çatır, həm kölgəsi çoxdur. Ustad, bu izah eləməlidir. İcazə olursa bir qısa fasiləmiz olsun. Əziz və hörmətli izləyicilər, bu əziz zamanlarda inşallah bizləri dualarınızdan, bu əziz zamanda bilmirəm, şayət imsak süfrələriniz uyanınızda, şayət təzə bizim verilişimizə qoşulubsunuz. İnşallah duadan unutmayın. Bir qısa fasiləmiz olsun. Yeni də ustadın söhbətlərinin davamını eşidək. Kalbide ahim var, çoxlu günahim var, başqa mənim sənsiz, harda fənayim var, zikrim olub hər gün, bismikə ya Allah, tut elimi affeyle, beke ya Allah, her zaman adın çağırram şur ile, baş başa dolar vücudim nur ile, Rabbana ilahena اغفر لنا ربنا حبيبنا ارحم لنا. Malik ibn yəni Cühəni, ağamız İmam Sadıq əleyhissalamın səhabələrindən digər Həzrətlə birlikdə gedirik, bir gül yetişdik bir dənə ilə Gülistana. Həzrət bir dənə güllərdən iylədi, qoxuladı özümüz və buyurdu ki, Malik, hər kimsə bir gülü iyliyə və buna Peyğəmbər və Əhl-i Beytinə səlavat göndərə. Ta bu gülü yerə qoymamış Allah bu səlavatın bərəkətinə və əzəmətinə inşallah onun günahlarına əfv qələmin cari edər. Allahümmə salli əla Muhammed və ali Muhammed və əccil fərəcəhum. Nə yaxşıdır xüsusən bu aydakı həm Qur'anın baharı bayramıdır və həm səlavat Peyğəmbər və Əhl-i Beytinə göndərməğin bayramı və baharıdır. Vaxtı yubatmayım, əzizlər, təzə bizim verilişimizə qoşulubsuz. Səhərin tərənnümü verilişi canlı İmam Rıza Aleyhisselam hərəmindən huzurunuzə təqdim olur. Ustad Sahibər ağa işarə buyurur, Ustad o şəcəri-i təyyibənin misalı ilə ki, Qur'anda o izah buyurublar, onu tozih verir. Bəli, bu misal belə oldu ki, Allah-u Teala mümini oxşadır bir ağaca ki, xoş mənzərəlidir, 1, kökü möhkəmdir, 2, budağı göyəcandır, 3, 4-cü bütün meyvələri var. Söhbətimiz burdandır. Bir meyvəli deyil, bu ağacın bütün meyvələri var. Və hər zaman. Və hər zaman, mövsemi də deyil. Bu 2 dənə axır sifətlər behişt ağaclarının əlamətləridir. Bilirsiniz, dünya ağacı ilə behişt ağacın fərqi elə bu 2 dənədadır.
dünya ağaçları mövsemidir, meyvələri. İndi payızdır meyvəsi, qışdır, Yayladır, yaydır, bəli. nədir? Bir də bir meyvəsi var. Calaq eləsən ikinci meyvə də verər, üçüncü meyvə də olar, amma da Hər meyvə olmaz. hər meyvə olmaz. Deyir, behiştdə, cənnətdə hər ağacdan hər meyvə dəymək olar. Ona görə Adəm məsələsində o meyvələr bəzi hədislərdə var, buğdadır, bəzi hədislərdə ayrıdır. Niyə? Çünki ağacların hər meyvəsi var. Fakətin kəsirə. Bu məsəl nə istir desin? Allah bu məsəli niyə vurubdur? Elə məsəl vurubdur, mən oturam elə məsəl deyəm, qutula gedər. Allah istəyir desin, mömin bu 5 xasiyyətdə olsun. 1, xoş mənzərə olsun. Yəni möminin simasından qorxutma çıxmasın. Möminin simasından ünsiyyət, məhəbbət, xoş simalıq, xoş mənzərəlıq, xoş əxlaqlıq bu görsənsin. 1, köklü olsun mömin. İnancıları kök inancılar olsun. Daha deyiblər mən də inanıram. Belə ilə olmaz. O külək əsər aparar. İstəsə insan küləklə getməsin, kök olmalıdır. Allaha inanmağının kök olmalıdır. Qiyamətə inanmağının kök olmalıdır. Bunları öz düşüncəsi qədər, öz bildiyi qədər, məlumatları qədər qane eləməlidir özünü. Kök olsun. Bir sualla, bir şübhə ilə imanı əlindən çıxmasın. Külək əsər, köksüz ağacı aparar. İnsanın da küləyi var. Şübhələr küləkdir, şəhvət küləkdir, qəzəb küləkdir. İmanı aradan aparar. Köklü olsa yox. Budağı göyəcən olar. Hamiyə xeyri dəyər. Kölgəsi hamiyə dəyər. Müminin xeyri hamiyə dəyər. Hamının düyünün aça bilər. Çünki kölgəsi budağı göyəcəndir. Gedəndə bir yerə bundan xoş qarşılarlar. Çünki bilirlər bu dərdə dəyən adamdır. Deməzlər, yox bu gəlməsin. Bu məclisdə olsa dağva yaranar, ixtilaf yaranar, qarışıqlıq yaranar. Bunun budağı göyəcəndir. Hamiyə xeyri var. Hər anda qidalanar. Allahdan da heç vaxt küsməz. Hər an bu günəşdən qidalanar. Allahu nurus səmavati vəl ərz. Bütün meyvələri var. Söhbətimiz əslində bu idi. Bəli. Yəni bir meyvəli ağac deyil. Cənnət ağacıdır mömin. Necə cənnət ağacında bütün meyvələr var, dəymək İnsan da olar. bəli. İnsan da bütün meyvəlidir. Belə də heç təhcə ibadətdir, təhcə elmidir, təhcə əxlaqdır, təhcə aktiv fəaliyyətdir. Ustad, mən gözlədim ağamız Əmir bu adı gəlir. Əziz və hörmətli tamaşaçılar, bu səs ki eşidirsiniz, müqəddəs Məşhəd şəhərinin üfüqü ilə söhbün azandır. İnşallah Bakı azanına yaxınlaşanda huzurunuzə ərz edərəm. Bəli ustad, onlar ki, yəni işarə buyurdunuz ki, neçə əxlaqlar sahibiz əvvəldə, onlar yəni hər meyvədir. Hər meyvədir. Müminin infaqı da olar, müminin elmi də olar, müminin ibadəti də olar, müminin sili ərhamı da olar, müminin Allaha məhəbbəti də olar, xalqa məhəbbəti də olar, Allaha dərdə dəyən də olar, xalqa dərdə dəyən də olar, Allah yolundadır, Allahın dininə dərdə dəyər məqsəd, xoş əxlaq da olar və s. Allah yolunda cihadı da olar və s. Yəni hamısı bir yerdə mömin cənnət ağacıdır. Gözəl. İslamın qaidələrindən biri bizə tövsiyələrindən hamı dəyərləri insan özündə tətbiq eləməkdir. Hətta bu məsələdə Adəmin cərəyanında bunu istəyir desin. Həzrəti Adəm Allah-u Teala bütün adları ona öyrətdi. Firiştələr və mələklər bütün adları öyrənməzdilər. Tamam sifətlər onda yığılanmazdı. Amma insanda yığıla bilər. Və kamil insan da buna deyərlər ki, sifətlərin hamısını özündə yığsın. Əmirül-Müminin bunun nümunələrindən biridir. Bəh. Siz baxsınız, hər sahədə İmam Əlini görəsiniz, var özdə zərvədə. Var özdə zərvədə. Nəinki naqis.
biz insanlarda mümkündür zərv olmaya. O ki biz insanlardan istənilir, hamısının olmağıdır. Biz insanlardan istənilir ki, normal insan olaq. Tamamı əlaqələrimiz düz olsun. Allahla əlaqə, insanla əlaqə, xalqla əlaqə, dünya ilə əlaqə. Dünyamız, axirətimiz, bədənimiz, ruhumuz, əxlaqımız, mənəviyyətimiz, ibadətimiz hamısı olsun. Amma mümkündür zərvədə olmaya. Çünki biz insanlarıq ki, məsumlarla Bəli, kamildir, bəli. onlar olgudur, onlar modeldilər, onlar semboldular, biz yox. Amma bizə də istəyiblər bu sifətlərin hamısı olsun. Ona görə bəzilər görsən çaşırlar, bir sifəti qaldırırlar yuxarıya, o bizlərə həsf verirlər. Mənim dinim insaniyyət dinidir. İnsaniyyəti kim inkar eləyir? Amma təhcə insaniyyət deyil. Əgər insaniyyəti insan xidmətində olmaq məniləsin və Allah nə oldu? Özün nə oldun? Özünlə əlaqədə də gərək kamilləşəsən. Allahla əlaqədə də gərək Allahı tanıyəsən, itaət eləyəsən, məhəbbət eləyəsən, mərifət tapasan və s. sifətlər. Yəni, bunlar naqis insanı təqdim eləməkdir. İslamın dünya görüşündə, İslamın nəzəriyyəsində insan bütün sifətlərlə bir meyvəli ağac yox, tamam meyvəli ağac. Bunu bu ayədə gözəl Allah bizə izah edib, Əmirül-Müminin də misalıdır. Peyğəmbər Əkrəm də misalıdır. Əmirül-Müminindən, çünki bu günlər Əmirül-Müminin günləridir. Görsən, ibadət. Nə qədər ibadətdə Əmirül-Müminin namaz halında oxu bədənindən çıxardır. İnfaq, vurur 3 dəfə mən dünyanı boşalmışam. Yəni, sifirə yendirmişəm dünyanı. Bir şəxs Muaviyyəyə yaltaqlıq elirdi. İstəyirdi Muaviyyədən bir hədiyyə qoparsın, bir zat qoparsın. Əlinin dalınca istəyirdi, danışsın. Dedi, bir xəsis insanın yanından gəlirəm, bir səxavətli insanın yanına. Axı, insan tərif edəndə də gərək bir nə ola ki, yaraşaq. Muaviyyə gördü, çox pis oldu. Məclisdə Yaraşmır Əliyə. aydındır ki, yalandır. Aydındır ki, bu yapışan söz deyil. Dedi ki, Muaviyyə özü dedi. Dedi ki, əgər Əlinin bir ambar samanı ola, bir ambar qızıl ola, qızılın samanından tez ver. Bu infaq bu həddə. Əmirül-Müminin ədalət bəhsində, ədalətdə hətta öz qardaşı Əqilə, ədaləti hətta öz qardaşı Əqildə də həyata keçirirdi. Fərqi yox idi. Ədalətlə o qədər idi ki, hətta bəzilər buyururlar, şəhidliği də ədalətinə görə idi. Otellərlə şəddət və cihadda, yetimlərə məhəbbətdə, zöhdüdə buyurur, mən sizin dünyanızdan 2 çörək, 2 çörək sizin dünyanızdan götürmüşəm və bir paltari götürmüşəm. Dünyanızdan mən ayrı şeyə bağlı deyirəm. Yəni, məni eləyəməzsiniz qorxudasız dünyanızı əlindən almaqla. Mən dünyanızdan siz bizzat götürməmişəm. Bu sifətlər Cəmiət fikəl əzdadu. Əmirül-Mümində ziddi sifətlər ki, adi insanlarda ziddi, onda yerləşir. Dünyanın o deyimin həvanı dünya, yəni dünyanın alçaqlığından ilə bu bəhs ki, bu əzəmətdə şəxsi bu gecə Həzrət Ağa Əmirül-Müminin səlamı o qədər məzlum idi. İbn Əbilhədid deyər ki, hətta bilən sünnidir ki, şiə də deyir. Deyər ki, Əlinin məzlumiyyətində bu bəhs ki, gecə ilə onu dəfn etdilər olmaya ki, təərrüz etsinlər, cəsarət etsinlər Həzrətin mütəhhər və mübarək peykərinə bu gecənin üstündə. Hörmətli izləyicilər, bu qısa fasiləmiz olsun. Yeni də huzurunuzdayıq, minnətdarıq ki, bizlə birlikdəsiniz. Ay macan, نیستی یا کلن؟ نیستی کلن؟ بودی؟ Xaliq-i Sübhan kərəmindən, yapışıbsan şah-ı mərdan ətəyindən, ürəyin doymur Əlinin hərəmindən, anovun fövri gedib öp qədəmindən, çün verib şiir-i vilav-i Əsədullah, əşhədu ənnə Əliyyən
Vəliyullah. O imamı ki, Peyğəmbər İslam Əmmarə buyurdu ki, bir tərəfdə hər zaman görsöz bütün dünya durub, ayrı bir yanda Əlidir yekəb tənha durub, zərrəcə şəkk etməyin şaviyyət Əli nahaqqıdır. Çün həmişə haqq Əli iləndir, Əli va haqqıdır. İnşallah ki, günü-gündən ürəklərimizdə ağamız Əmir Mömin özünün, balalarının məhəbbətini Allah artıq etsin inşallah və özümüzdən, övladımızdan, nəslimizdən Əmir Mömin Əleyhisselam özünün, balalarının, düşmənlərin yaratmasın inşallah. Vaxtı batmıram, mən də siz kimi elə müştaqəm ki, Ustadın söhbətlərin davamını eşidək. Ustad huzuruzuyuk. Bir sifət də oldu pəs, bu ki, İslamın, Qur'anın yaşayış üslubunda qaidələrindən biri bir meyvəli olmayaq. Tamamı insan meyvələri olsun həyatımızda. Digər sifət ki, bu geçən cələsənin davamı idi. Bəli. Bugünkü bəhsimiz budur ki, İslamda bir termin var, insaf. Yaşayışımızda bizi tövsiyə ediblər insaflı yaşayışa. İnsafımız olsun. Mən istəyirəm bu insaf nə deməkdir? Bunu biraz mübahisə edək. Çünki bu da həyatımızın üslubundan biridir ki, insaflı olaq. İnsaf neçə cür tərif olunubdur. İnsan yarısını özünə, yarısını başqasına nəzərdə alan, nisfi sözündəndir. İnsaf, nisfi kələm, nisfi yəni yarı. Həmişə özünü görməyə, yarı və ayrısını da görə. Buna deyirlər insaf. İndi bunun nümunələri həyatımızda nədir? Buyururlar ki, nə özvə sevirsən, başqasına da onu sev. Nəyi özvə sevmirsən, başqasına da onu sevmə. Bu insafın əsli mənasıdır. Köküdür. Çox gözəl. Sən istəyirsən ki, bir iş isən, görürsən, məsələn, səni təşəkkür eləsinlər, məsələn. Əgər bulənçi insanlarda mümkün də ola da, ibadət bəhsində yox, qeyri-ibadət bəhsində. Başqasının içindən də təşəkkür eləməlisən. Sən istəyirsən sənin dalınca danışsınlar? Yox, insan cəhət başqasının dalınca danışmıyor. Sən istəyərsən sirrin açılsın? Yox, bəs başqasının sirrin. İnsafın biri həyatımızda budur ki, bunu ölçü qərar verək, meyar qərar verək yaşayışımızda. Nə istəmirik özümüzə nisbət? Onu ayrısına da nisbət istəmiyək. Belə olmasın ki, özümüzə bir zətləri istəyirik, başqasına yox. Mən istəmirəm sirrim açılsın, amma başqasının sirrini açıram. Mən günahım olanda, balaca günahım olanda gizlədirəm, birinin balaca günahını yetkədirəm, böyüdürəm. Özümün itaətimi, səvabımı böyüdürəm, şişidirəm, başqalarının böyük səvablarına heç etina eləmirəm, heç diqqət eləmirəm, elə bir heçdir. Bir cümlə var, əziz tamaşaçılara istəyirəm onu, fəqət adın deyəm, oxusunlar sonra. Bu günlər Əmirül-Möminin günləridir. Nəhcül-Bəlağənin 150-ci hikmətində bir şəxs gəlir, deyir, məni moizə elə, ya Əli. İmamla başlayır moizə eləmə. Deyir, bu adamlardan olma, belənçi olma. Orada bir 20-30 dana sifətdən söhbət gedir. Bu adamdan, onlardan olma ki, öz günahını sildəsən, başqasının günahını böyüdəsən. Öz savabını böyüdəsən, başqasının savabını sildəsən. Bu cür bir-bir sayır. Onların bir hissəsi insafa aiddir. İnsan həyatında insafla baxsın. Bir nümunəsi. İkinci nümunəsi. İnsaf budur ki, insan qiymət verəndə başqasına məhəbbət və çiynə ilə qiymət verməyə. Adam bəzən birindən xoşu gələr. Əqrəbasıdır, yaxınıdır, biləsi ilə əlaqəsi yaxşıdır. Bunun eybilərin görməz. 20 nömrə verər. Birindən də acığı gələr. Bunun da yaxşı işlərin görməz. Ona da 0 verər. Bu insafsızlıqdır. Nə bu yaxşıdır, nə o yaxşı. İkisi də insafından cür gəlmir. İnsaf budur ki, insan istəyir qiymət versin, müsbət və mənfini ən azı görsün. Sizin bir yerdə insafı budur.
Mən bunu ailə həyatında tətbiq edeyim. İndi bir şəxs 30 il, 40 ildir ailə həyatında bahəm yaşayırlar. Bunun çətinliklərine də dözüblər, rahatçılıqlarına da, hissli vaxtına da, şadlı vaxtına. İndi bir dənə eyb olubdur. O eybi o qədər şişidə ki, 40 ilin həyatı hamısı calana heç ola, bu insafsızlıqdır. Elə heç bundan yaxşılıq görməyib. Heç bir yaxşılıq görməyibdir. Elə budur, elə həyat budur. İnsan insafla qiymət verməlidir. Həyatın boyunda, ailə mühitində, dost mühitində, şəriklikdə və s. Bu, məsələn, adam düşmənidir. Düşməninə də gəl insaf ola. Quran bir ayədə buyurur ki, La yəcrimənnəkum şənəanu qovmin əla ən la tədilu. Bir qəbilə ilə, bir qovmla, bir millətlə sənin xoşun gəlməz. Çün xoşun gəlməz, bu səbəb olmasın ədalətdən çıxasan, yaxşılıqlarını görməyəsən, müsbətliklarını görməyəsən, 0 nömrə verəsən, qutarasan. Sənin düşmənçiliğin, düşmənə də gərək insaflığın ola. Düşmənin də gərək müsbət sifətlərini görəsən. Belə deyil ki, düşmənin tamamı sifətlərin hamısı zaydi, hamısı heçdir. Bəli. Bu ayə bizi çağırır insafa. Deyir, düşmənçilik səbəb olmasın, sən ədalətlə məsələyə baxmayasan. Düşmən sən öz yerində, bu səhviləri var öz yerində, bu xətası var, günahı var öz yerində. Bu cəhəti də düzdür, bu cəhətdə müsbətdir. İnsafın bir nümunəsi də budur. İnsafın digər nümunəsi. Biri bir söz dedi ki, sənin sözü ilə düzdəydi, uyğun dəydi, amma haqq deyir. Haqqı qəbul eləyəsən, öz zərərüvə də olsun. Haqqı qəbul eləyəsən, özündə öcür deməsəydin əvvəldə. İnad eləməyəsən haqqın idaməsində. Gördün ki, düzdür, da ondan o yana qəbul eləyəsən. Bu insafdır. İnsaf araşdırmada, insaf diyaloqda, insaf söhbətdə, budur ki, haqqa tabi olasan. Haqqı nədir o? Nəinki, çün mən demişəm, gərək elə kör tutduğum buraxmazla gedəsin. İmam Sadiq əleyhissalam bir cəlib hədisdə Bu buyurur ki, hədisdə eşidək bəli ustad. Səlasətun hum əqrabul xəlqi ilallah. 3 qrup var, bunlar ən yaxındırlar Allaha. Görün, nələr ən yaxın olur Allaha. Qiyamət günü ta Allah hesabdan qutulsun. Yəni, o hesab vaxtı bunlar Allaha yaxındırlar. Allah bunlara məhəbbət ilə davranacaq. Rəculun ləm tədəhu qudrətun fi halı qəzəbi. Bir kəsi gücü var, qəzəb halında gücünü zülmə çevirməsin. İndi hislənibdir, iş sahibidir. Bir nəfər işçisi vardı, müdürdür bir müəssisədə, qudrəti var da. O qudrəti qəzəbinə birləşsə, insafdan çıxmasın ki, ona nə bacarı zülm eləsin, nə bacarı söyüş versin. O yazıqda dinməyəcəkdir. Çünki orada işləyir. Deyir, bu adam ki, qudrət biləsini qəzəb halında özündən çıxartmaz, bu Allaha yaxındır. İkinci budur ki, vaxtı 2 nəfər arasında bir qərar çıxadır, bu meyli səbəb olmaya ədalətli qərar çıxartmaya və birinə. Rəculun qaləl haqq fīmə əleyh ovləh. Üçüncü də budur ki, haqqı deyə, vələ o haqq özünün əleyhin ola.